Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2009-cu il 30 aprel tarixində törədilmiş terror aktının qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor müəllim heyəti, tələbələr və faciə qurbanlarının yaxınları iştirak ediblər. Əvvəlcə terror hadisəsində həlak olanların xatirəsinə ucaldılmış barelyefin önünə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb. Anım mərasimində çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov terror hadisəsinin dəhşətindən danışaraq universitetin dəyərli müəllim və tələbələrinin həyatına son qoyulan bu faciənin Azərbaycan cəmiyyətində dərin iz buraxdığını bildirib. O, həmçinin Vətən müharibəsində şəhid olmuş universitetin 23 məzununun və 30 aprel terror aktının qurbanlarının xatirəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində daim əziz tutulduğunu vurğulayıb. Tədbir zamanı faciəni əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra hadisənin canlı şahidi, İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin dekanı Dosent Fərid Ağayev çıxış eləyərək 16 il əvvəl baş vermiş terror aktı ilə bağlı acı xatirələrini bölüşüb. Mərasimdə terror qurbanlarının ailə üzvləri də çıxış eləyiblər. Onlar göstərilən diqqət və ehtirama görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Qeyd edək ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş silahlı hücum nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. 2017-ci ildə universitetin 2-ci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə barelyef ucaldılıb. Hər il həmin tarixdə universitetdə anım mərasimi keçirilir və terrorun qurbanları dərin hörmətlə yad edilir.